əslində milli öz qurbanına 2018-ci ildə qovuşmuşdu və açıqlamalarınızdan birində bildirmişdiniz ki, mən getməmişəm. Təbii ki, hər kəs bilir ki, siz getməmişdiniz və ardınca demişdiniz ki, çox dərinliklərə getmək istəmirəm. Artıq 7 il ötür. Bəlkə bugün biraz həmin dərinliklərə elə enək və pərdənin arxasında qalan nələrsə. Çünki mənim özümə də, məsələn, azarkeşlərdən suallar ünvanlanır, futbol ictimaiyyətində bəzən bilən, bilməyən soruşur. Maraqlıdır, niyə o ayrılıq baş tutdu? Doğrudan da geri qayıdılası bir səbəb görmürəm ki, geri qayıdaq. Yenidən bunu açıqlayaq. Və mən qısa olaraq fikrimi bildirmək istəyirəm. Mən yenə deyirəm ki, mən getdiyim yerdən nə narazılığımı bildirmək istəyirəm, nə hansısa bir negativ fikirlər bildirmək istəyirəm. Sadəcə mən rəsmi olan şeyləri mən elə bir qısa olaraq bildirim. Bəli, bizim danışığımızda biraz uzun müddətli olmuşdu ki, uzun müddətli biz milli komanda olacağıq və Qurban Qurbanov millinin baş məşqçisi təyin edildi. Mən Qurban müəllimi təbrik edirəm və uğurlar arzulayıram. Bu siklimiz ən az 6 illik olacaq. 20-ci il, 22-ci il və 24-cü il. Həm futbolçu, həm məşqçi karyerası elədir ki, futbolçu olduğunda daima düşünürsən, əziyyət çəkirsən ki, milli komandada iştirak etmək üçün, oynamaq üçün və məşqçi karyerası da gəlib hər bir məşqçinin arzusudur ki, milli komandada baş məşqçi olmaq üçün. Və bu inadı mənə göstərdiyinizə görə hər birinizə təşəkkür edirəm və bilirəm ki, çox məsuliyyətli bir işdir və hamının, bütün azarkeşlərin gözü milli komandadadır və böyük bir məsuliyyətdir əlbəttə ki, mənim üçün və çalışacağıq ki, həm federasiya rəhbərliyi ilə birlikdə, həm bizim belə deyək, futbol sevərlərlə birlikdə daha uğurlu nəticələr əldə etməyə və bu bir günün, bir ayın, bir ilin işi deyil və əlbəttə ki, bizim planlarımız biraz müzakirə etdik, daha çox olacaq. Qarabağda olmaq şərti ilə əlbəttə öz planlarımız var idi. Bəzi qarşımıza qoyulan bir neçə detal vardı. Onu az bir vaxtda yaxşılaşdırmaq, az bir vaxt dəyişmək istəyirdik. Sonda dediyim kimi, hər bir rəhbərin öz yanaşması var. Ola bilər mənim hansısa bir, bəlkə xarakterimdən xoşları gəlmədi. Ola bilər nəsə bizim fikirlərimiz üstə düşmürdü. Amma belə ciddi görünən bir səbəb yox idi. Mən dərinə geçsəm, ciddi görünən bir səbəb yox idi. Sadəcə belə yollarımız ayrıldı. Hansı ki, müqaviləm dediyim kimi var idi və sonunda bildirildi ki, bəs yollarımızı ayıraq. Mən də eyvallah belə fikrimi bildirdim, uğurlar arzuladım və belə çıxdım, gəldim. Qurban, xarakterlə bağlı dediniz və ola bilsin fikirlər üst-üstə düşmürdü. Gedişatda, o 9 aylıq gedişatda bunu hiss edirdiniz, yoxsa günün birində belə bir qərar ortaya çıxdı? Belə fikir bildirmək mənim üçün çətin olar. İndi gərək mən geriyə qayıdım o fikrimi, o bəzi belə deyək, nüansları analiz eləyim ki, filan yerdə mənə biraz belə baxdılar, mən belə baxdım, nəsə biraz düzgün çıxmır elə bil. Amma ümumən belə, yəni bu hansısa detallar olub da onda görünən olub. Böyük ehtimal olub, yəni bu bir günün işi deyil əlbəttə ki, bu belə bir qərar vermək üçün gərək bu nə qədər müzakirə olunmalı idi ki, 1, 3, 5, 10 hansı ki, sonda belə bir addım atılsın. Məncə yəqin olub.